Burada boş-boş danışsan qurban olasan səni İlham Əliyevə. De görüm Azərbaycandan gələn benzinlə maşına tökdün. Hə, ondan mumla da demə. Rusiyadan gəlib Azərbaycandan keçib Ermənistana gələn taxıl burnunuzdan gəlməmiş adam olun. Bugünkü iclasımızda tam başqa mövzudur. Əşinə Fransayı, mən bunu son 5 ildə başa düşmüşəm. Dünya Qarabağ məsələsini həll eləyə bilmərsə, deməli mənim BMT-də, NATO-da İlham Əliyevdir. Buna mən bu prizmadan baxıram, yəni bu bir danılmaz faktdır. 2 əsrə yaxın olan münaqişəni İlham Əliyev həll edibdir, başqa cür fırlatmağın yolu yoxdur. Bugün də İlham Əliyevin doğum günüdür, buradan o kişini təbrik edirəm. Tutduğu bu haqq yolunda uğurlar arzuluyuram. Daima nəzarəti üzərimizdə olsun ki, bir 30 il bundan qabaqki fikirlərimizə dönməyək. 5 ildir deyirəm, ömrümün sonuna kimi də deyəcəm. Kör nə istər ki, göz biri əyri, biri düz. Biraz əyri, biraz düz görürük də. 100 Makron kimisi qurban İlham Əliyev. Əşi, bu mənim şəxsi fikrimdir. Əşi, məni elə müharibə vaxtı Tırkaliyev Şuşaya göndərən biri Makron olmuşdu. Onun sayəsində ora getdim mən. Elə İlham Əliyevin də sayəsində məni Şuşadan qopardılar, amma Ayariklə Rubeni apardılar. İndi də keçirəm əsas məsələ.